Salam. Salam aleyküm. Sabahınız xeyir. Buyurun. Müəllim, biz 1988-ci ildən Ermənistandan qaçqın gələndə bu evi ermənidən almışıq. Aha. Dövlətə ziyan vurmamaq üçün öz şəxsi imkanımız olub almışıq. Dövlətin heç bir bizə köməyi güzəşti keçməyib. Biz burada məskunlaşmışıq 9 evlad, 2 də valideyn. Ondan sonra biz burada sakitcə başımız sakit aşağı yaşamışıq. Dövlətə xidmət eləmişik. Müharibə veteranıyıq, 50 ilik. Mənim özüm birinci Qarabağ müharibə veteranıyım. Bir müddət keçəndən sonra qonşuluğa bir vəkil deyilən Qarayev qəhrəman gəldi. Qonşuluqda qalırdı orada. Bu üzbəyüz evdə. Orada qalırdı. Sonradan keçdi bura. Bura keçəndən sonra ev sahibinin sözləşməsindən rəhmətli mənim valideynlərimi verdilər məhkəməyə. Birinci stansiyada məhkəmə bizim xeyrimizə qərar çıxartmağa halda bunlar həmən Qarayev qəhrəman vəkillik eləyir. İnsanların da hüququnu bu necə qoruyur mən bilmirəm. 20-ci ildə pandemiya dövründə öz xeyrinə qərar aldı, öz xeyrinə. Qərar alandan sonra rəhmətlilər dünyasını dəyişdi. Yəni mən onların dünyasını dəyişməyini təhqir olunmuş getdilər onlar bu dünyadan. Evlərində sakit yaşadığı yerdə bu insan başladı öz çirkin əməllərindən, öz o mənfur hərəkətlərindən qoca kişi ilə qoca arvadı burada verdi məhkəməyə. Ev sahibini də aldadaraq, təzminat istəyərək ev sahibindən bu evi keçirdi hələ. Keçirəndən sonra qərar alıb indi evə. 2 pəncərənin önü bağlı idi. Bu özünə pəncərə açdırdı polislərin gücündən. Sonra da indi də 20-ci ildən indiyə bu adam 30 dəfə burada qərar iş apartdırır. Deyir mən özümə ev tikəcəm. Siz kimsiniz? Siz haranın deyirikçisiniz? Bizi təhqir eləyir. Yəni onun buraxdığı ifadələr də var. Yazısı var bizdə. Yazısı var. Lazım gəlsə prokuratur yaparıb çatdıracağım. Təqdim eləyəcəm sizə də. Bu adam bugünkü gündə icraçı ilə əlbir olub, icraçı ilə. Hər bir 10 gündə icraçıdan neçə məktub gələ bilər? Neçə məktub gələ bilər? Müəllim, sizdən xahiş edirəm. Adiyyəti orqanlara, cənab prezidentə, vitse-prezidentə, prokuraturya, nə bilim, dövlət təhlükəsizlik xidmətinə, hər yana bunu məruzə eləyin ki, vətəndaşın əzilir sənin. Deyir ki, cənab prezident deyir ki, mənim deyir, siqnalı vermirsiniz. Köməksiz istəməz. Bəli, mən cənab prezidentdən kömək istəyirəm. Dəfələrlə 18-ci ildən indiyə kömək istəyirəm. Mən bir dəfə prokuraturya məktub göndərmişdilər prezidentə müraciət eləyəndə. Prokuror nümayəndəsi mənə dedi ki, gedin evinizi satın gedin. Dedim, necə yəni, başa düşmürəm. Necə mən evimi satım? Deyir ki, belə də qonşun narazıdır sizdən. İndi biz nə edəyək? Cənab prezidentdən mən müraciət eləyirəm. Biz kimə müraciət eləyək? Bu evi nə edəyək biz? Bu evdə 5 nəfər varisik. Atam, anam dünyasını dəyişdi. Bu adam hər gün hücum çəkdirirdi. Anam stresdən infarkt keçirdi, getdi. Dədəm də gözləri kör idi. Heç nə görmürdü, əlimizdə də çəkiliş var. Bu adam öz çirkin əməllərini həyata keçirir. Heç bir insan razı qalmaz ki, həyətinə pəncərə baxsın, o insanın evinin dinlənilsin. Heç bir məmur, heç bir vətəndaş sıradır. İcazə verməz ki, belə bir pəncərə onun düz evinin içinə baxsın. Bu ev sənətlə bizimdir. Ermənidən almışıq, nə oğramamışıq, nə deyiləməz. Qufçamız da var, sənətimiz də var. Bu adam deyir ki, siz evdən 1 metr 5 santı aralıda durmalısınız. Mən də həmin o qərarı yazan orqanlara müraciət edirəm ki, yoldaşlar 1 metr 5 santı da o çəksin onda evini, divarını o tərəfə. Görək razılığa gəlirmi onda bu adam? Yəni siz buranı belə... Biz buranı belə almışıq. Buranı belə almışıq. O adam burada yox idi. Biz bunun üstündə özümüz üçün icra hakimiyyətinə müraciət eləmişik. Deyib, 2-ci qrup əlildir. Mən də veteranam, özüm də əliləm. Baxın, bunu zorla... Adınız, familiyanız? Əliyev Nami Qəbdiyyətin. Mən dəfələr təhqir etmək günlük 50 kağız almışam. Məhkəmədə də var. İrad bildir. Gecə fikrin sözünü deyin. Fikrinizi deyin Zeynep. Qardaş, dövlətdən xahiş edirik. Bizi başqa yerdə məskunlaşdırsın, bu evi versin ona. Mənim 2 evladım oxuyur.
İki evladım oxuyur. Biri prezident təqaüdçüdür. Prezidentə səslənirəm. Mən artıq onların gələcəyini cinayətlə törətmək istəmirəm ki, onların həyatı qaralsın. Artıq bıçaq buradadır yəni. Mən dəfələrlə çıxış da elədim. Çəkilişdə göndərdim Ali Məhkəməyə hər yana. Bu adam bizi əməlli başı şantaj eləyir. Səs yazısı var məndə. Xahiş eləyirəm sizdən bunu canlandırın, efirə buraxın. Aləmə yayın ki, bu adamın məqsədi nədir? Bizdən nə istəyir? Öz başına girib həyətdə balovka bağlayıb özünə ev tikmək istəyir. Çıxın yuxarıya da baxın. Gör evinə günə qoy. Dağıdır, tökür bu adam. Bax öz başına giriblər. Küçədən fəhlə tutub gətirib, bəlkə bu evdə mənim gizli nəyimsə də var. Sən niyə fəhlə oğramalıdır, mənim evimə girməlisiniz? Yuxarıda sizin öyle mi? Bu bizim hansı söküb dağıdıbdır. Ayın 20'sində, oktyabrın 20'si dağıdıb töküb. Xahiş edirəm sizdən. Böyle biz de Cənab Prezidentin çağrışına yaranmış təşkilat olarak sizin yazdığınız ərizəyə uyğun olarak ben özüm şəxsən Şabələ Dəstəkərov olarak geldim ki, görüm nədir, heç kimi uşaqlar göndərmədik, uşaqlar da gələr. Sizin şikayətiniz birbaşa Cənab Prezidentdən yardım istəyirsiniz. Bəli, mən cənab prezidentdən istəyirəm yəni. Allah köməyiniz olsun, var olun, yaxşı olar inşallah. Ben inanıram ki, tez bir zamanda sizin şikayətinizə baxılar və sizə bir cavab ünvanlanır. Karşı tərəfi də əlbəttə dinləmək borcunuzdur, əgər lazım bilsələr. Karşı tərəfi də dinləyərik, karşı tərəfdə sözümüz cavabını deyər. Oxarlar çəkin. İdeal oxarlar. Ha? Oxarlar da çəkməsin. Oldu.